Havalar ekstremal temperaturalarda necə yaranır? Fəaliyyət 1. Heyvanlar qışda soyuqdan necə qorunur? Ləvazıman. Naz edib 3 servodan torbağa 1 qap yoğurt və 1 saniyə ölçülən 2 bölü bezini. Biz canlıların ekstremal temperaturda necə yaşadıklarını müəyyən etmək üçün tədbir aparırıq. 1. Əlinizi telefon torbasından birinin içərisinə salın. 2. Sinif yoldaşınız digər əlinizin üzərində qalan vazelin qatı çəksin. Fəaliyyət 3. Vazelinlə əlinizi də ikinci torbanın içərisinə salın. Telefon torbadan havanı çıxar. Torbaların əlinizdən sürüşüb çıxmamaq üçün əlinizin alıp biləş hissəsində rezin eti köməyi də sürün. Əllərinizi bu torbanına salın. Buz dökək için. Birinə. İçinə buz dök böl. Bu birinə basın. Bəs. İndi sağ ol. İçinə də, içində. İndi növbəti. Əvvəl daha çox üşüyən əlinizi, sonra digər əlinizi buzlu və sudan çıxarın. Hər bir əlinizi suda nə qədər müddətlə saxlaya bildiyinizi dəftərinizdə qeyd edin. Dəftərimizi açırıq uşaqlar. Çıxart, hazır olursa tez çıxardım. Deməli uşaqlar, birinci 30 saniyə, ikinci hələ olmur bu əliz. Çıxarda bilərsən, 30 saniyədən hələ daha çox dayana bilər. Afərin, nə nəticəyə gəldin Fatimə? Sən paylaş görüm. Mən birincidə buzlu suyu əlimizə soxanda, canlılar məsələn dəriləri məsələn qal olduqda daha belə üşümürlər. Necə şəraitdə yaşayırlar? Yəni isti şəraitdə yaşayırlar, amma o birislər məsələn daha nazik nələkləri dərsi olduqda onlar daha soyuq şəraitdə yaşayırlar. Hansı canlı misal göstərə bilərsən buna? Məsələn ayı, yəni burada biz vazelin yüklüyük və burada salafanın dəri və içərisindəki vazelin piqat olaraq düşündük və bunlarla məsələn bu Fatimə var məsələn ayıdır. O buzlu suya girdikdə o piqat var deyə o üşümür, ancaq məsələn bu məsələn Amma digərləri tez dondur. Pingvin də amma soyuq şəraitdə yaşayır. Pingvin niyə daha isti şəraitdə yaşayır? Məsələn canavar. Düzdür? Uşaqlar, əla. Uşaqlar biz bunu necə təsvir edə bilərik? Bu canlılarda hansı nəyə uyğundur? Piqatı və Ömər yaşadığı mühit şəraitdə uyğunlaşmanın neçə növü var idi? Uyğunlaşmanın ayı neçə növü var idi? Hansılar idi? Hansı uyğunlaşma növləri var idi qızım? Ceyhun. Aysa o davranış və quruluş. Mədinə bu hansı uyğunlaşma növünə aid idi qızım? Mən quruluş. Bəli, quruluş uyğunlaşması. Başqa quruluş uyğunlaşmasına nə misal göstərə bilərik? Duran. Balıqların uzun bədənlər, onların uzun bədəni olduğuna görə onlar su müqavimətini azaldırlar və beləliklə daha sürətli, daha rahat uza bilirlər. Daha soyuq uyğunlaşmasına. Başqa davranış uyğunlaşmasına nə misal göstərə bilərik? Davranış uyğunlaşması hansı canlılara misal göstərə bilərik? Məsələn, bəzi sürü halında yaşayan heyvanların təhlükə hiss etdikdə bir-birlərini Səsləri çağırması. Afərin. Bugünkü təcrübəmizdən nə nəticəyə gəldik? Məqsədimizə çatdıq uşaqlar. Məqsədimizə çatdıqmı? Bəli. Həsən deməli biz canlıların ekstremal şəraitdə necə yaşadıqlarını izah edə bildik. Necə yaşadık? Biri qalın dərisi olan heyvanda əli buzlu suya salır. Onda əli qalın dərili olan heyvan üşümür. Amma nazik dərili olan heyvan isə əli buzlu suya salanda üşüyür.